Hamımız Albert Einstein'i tanıyırıq. O, saçlarını daramırdı, nisbilik nəzəriyyəsini yaradıb, ayaqqabısız gəzir və mükəmməl dahi idi. Amma bu videoda onun dahiliyindən yox, ölümündən sonra başına gələn ən qəribə hadisədən danışacağım. Onun beyni oğurlanıb. Albert Einstein həyatını dəyişdikdən sonra elm adamları onun zəkasının sirrini öyrənmək üçün beynini araşdırmağı qərar almışdı. Einstein dünyanın indiyədək gördüyü ən parlaq ağıl sahiblərindən biri hesab olunur. Çünki onun elmi nailiyyətləri dünyanı və həyata baxışımızı dəyişib. Karyerası ərzində bir çox bioloq onu bu qədər ağıllı edən məhfumun nə olduğunu, anatomik səviyyədə digər insanlardan nə ilə fərqləndiyini anlamağa çalışıb. Nə qədər kədərli səslənsə də, bu sirri öyrənmək üçün əksəriyyət onun ölümünü gözləyirdi. Einstein artıq beyninə çox diqqət yetirildiyini bilirdi və ailəsinə beyninin öyrənilməsini istəmədiyini bildirmişdi. Onun son arzusu cəsədinin yandırılması və küllərinin gizli şəkildə bastırılması idi.